Aşağıdakı ədədlərdən hansıların yaddaşda tutduğu yerlər bərabərdir? Birinci ədədə baxıram, 8-ci say sistemində olan ədəddə. Deməli, 8-ci say sistemində bir simvol yaddaşda 3 bit yer tutur. Onda burada 3 dənə simvol olduğuna görə və hərəsi 3 bitdir. Deməli, birinci ədəd yaddaşda 9 bit yer tutur. Baxaq ikinci ədədə. Onluq say sistemində olan 1024 ədədidir. Onluq say sistemində belədir. Əgər biz ədədi 2 üstə n-ə gətirə biliriksə, hansı ki 1024 2 üstə 10-dur, ədədi 2 üstə n-ə gətirə biliriksə, həmin ədəd yaddaşda n plus 1 bit yer tutur. Onda bu ədəd yaddaşda 11 bit yer tutur. Baxaq üçüncü ədədə. 16-lıq say sistemində olan ədəd verilib. 16-lıq say sistemində bir simvol yaddaşda 4 bit yer tutur. Onda burada 3 dənə simvol var. Hərəsi 4 bitdirsə, onda bu ədəd yaddaşda 12 bit yer tutar. Dördüncü ədədə baxıram. Onluq say sistemində olan 257 ədədi verilib. Onluq say sistemində əgər biz ədədi 2 üstə n-ə gətirə biliriksə, həmin ədəd yaddaşda n plus 1 bit yer tutur. Yox, əgər biz ədədi 2 üstə n-ə gətirə bilmiriksə, onda həmin ədədi 2-nin qüvvətlərinin aralığı şəklində yazmalıyıq. Hansı ki 257 2 üstü 8 ilə 2 üstü 9 arasında yerləşir. Bu zaman qüvvəti böyük olan n-i götürməliyəm. Onda deməli bu ədəd yaddaşda 9 bit yer tutur. Və beşincisi, ikili say sistemində olan ədəd verilib. İkili say sistemində bir simvol yaddaşda 1 bit yer tutur. Onda burada 5 dənə simvol var. Hərəsi 1 bitdirsə, onda bu ədəddə yaddaşda 5 bit yer tutar. İndi baxıram, bu ədədlərdən hansıların yaddaşda tutduğu yerlər bərabərdir? Birinci və dördüncü. Doğru cavab 1, 4.